Bu suala baxaq. İfaçı aşıqlar deyəndə əks sözünü yadımıza saxlayırıq biz. Aşıq Əmrah, Aşıq Kəmandar və Aşıq Hüseyn Saracılı. Aşıq Əmrahı görürük və Aşıq Hüseyn Saracılını görürük 1-5. Bir atalar sözü deyil, dava yorğan davasıdır. Məsəldir, Tomris rəvayətdir. Səs oyunu, nəzm və nəsr, yumoristik deyirsə, deməli yanılmazları deyir. Müəyyən bir əhvalat hadisənin nəticəsi yekunu kimi ortaya çıxır, məsələləri soruşur bizdən. Dastana bu nəğmələrə daha çox rast gəlirik, qəhrəmanlıq nəğmələrinə. Məsəl üçün, deyir, dolunat belinə qoç igidlərim, xodkarı taxtından indirək hoydu. Talayaq mülkünü, alaq canını, evini başına indirək hoydu. Rast gəlirik. Dəlilərin bugün dava günüdür, müxənnət ordusunu talanmaq gərək, qəhrəmanlıq nəğməsidir. Uyğunluq pozulmuşdur, özünə məxsus musiqi havası var. Qodu mahnı deyil ki, nəğmə sonra deməli cavabımız A variantdır. Yığcam fikir 131 düzdür. Səs oyunu üzərində qurulmuşdur, yanılmaz düzdür. Əşyanın üstü örtülü tapmaca düzdür. Şeir qoşur, bəli, Aşıq Hüseyn Cavan. Deməli 48-ə baxaq. Verilmiş şeir nümunəsinin epik növün hansı janrla davam etdirmək olar? Deməli bilirik ki, bu şeir fikir versək görərik ki, şeir özü ustadnamədir. Ustadnamə. Dəli könül nə divanə gəzirsən, bir vəfa dilbərdən sənə yar olmaz. Düz çıxmaz ilqarı əhdi peymanı, hər zayda namus qeyrət ar olmaz. Üz vermə nadana, sir vermə pisə, axır qəlbin ya inciyə, ya küsə. Ot bitər kök üstə, əsli nə isə, yovşan bəsəməklə çəmənzar olmaz. Vəfaliyə əmək çəksən itirməz, bədəsil nəsihət öyüd götürməz. Qabaq dağı tərşəmama bitirməz, göy söyüddə heyvə olmaz, nar olmaz. Xəstə Qasım günü keçmiş qocadır, gələn bəzirgan da gedən xocadır. Sərv ağacı hər ağacdan ucadır, əsli qıtda budağında bar olmaz. Bilirik ki, ustadnamə ilə başlayanlar nədir? Deməli, dastanlar başlayır. Dastanlar haqqında səhv fikri göstərin. Epik lirik növə aiddir, düzdür. Epik təhkil ilə lirik təqdimat düzdür. Qəhrəmanın hisslərlə bağlı şeirlər verilir, düzdür. Məhəbbət və qəhrəmanlıq məzmunluğu düzdür. Əyani göstərmə səhvdir. O, dramatik növə aiddir. Baxırıq, ağ qılquyruq, qırqovul, qara qılquyruq, qırqovul. Deməli, burada deyirsə, deməli nədir bu? Yanılmazdır. 51-ə baxaq. Hansı səhv fikri? Yığcam bitkin müdrik ifadədə 131 bit. Özünə məxsus musiqi havası var. Səhv elə budur, bəyək də ona uyğun bir test var idi. Hansı bədii nümunə iki janrın qovuşmasından yaranır? Cığalı təznisdir. Çünki şeirin iki misrasından sonra cığala bir bayatı verilir. Sonra şeirin digər iki misrası verilir. Bundan əvvəlki test toplarında var idi, testlərin içində var idi. Aşağıdakı aşıqlardan biri verilmiş şeirin nümunəsinin heç bir halda müəllifi ola bilməz. Deməli, bizdən ifaçı, ancaq ifaçı aşıqları soruşur. İfaçı aşıqları soruşur bizdən. İfaçı aşıqlarda kim idi? Demişdik ki, əksini yadını saxlayacaq. Əmrah, Kəmandar və Saracılı. Baxırıq ki, Hüseyn Saracılı burada var. Deməli, Hüseyn Saracılı heç vaxt bu şeirin müəllifi ola bilməz. Niyə? Çünki o ifaçı aşıqı yaradıcı aşıq deyil.